Deməli, Ermənistan tərəfindən açıqlama var. Əgər hakim partiya qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Rusiyanın Gümrüdəki 102-ci bazası çıxarıla bilər deyə Arzu bəy, 102-ci bazanın məsələsi, fatihəsi verilib, biləsiniz. Artıq Gümrü meyrindən bağlı Can Zaxarovun açıqlamasını gördünüz. Diqqətlə izləyirik. Sənin evindən xəbərin yoxdur, maşa. Sən nəyi izləyirsən? Tutdular, basdılar, anqırda. Saldı onu içəri. Daxili işlərinə qarışmırıq, özləri bilirsiniz necədir. Onların rıçaqlar gedir axı əldən. Onlar ümid eləyirdilər ki, Paşinyan girişməz, Gümrü. Deməli, Gümrüdə oturan mer, bilavasitə Rusiyanın adamıdır. Yəni, biz deyirik ki, Fatiqal. Bəli. 102-ci, baxın, Allah can sağlığı versin, görün nə gözəl məqamat toxundunuz. 102-ci baza qulağının dibindədir, tankı, topu, raketi, nə bilim, qoşunu. Heç nə elə bilmirlər. Budur da Rusiyanın gücü. Paşinyanı görə devirmək istəyir. Paşinyanı görə devirmək istəyir. Paşik da onu əməlli başlı elə barmağına dolaya, bir qrup velosipedi Moskvada sürür, bir qrup, nə bilim, Kremlin yanında sürür. O Paşinyanı elə salırdılar, küçədən gələn jurnalist, siyasət, amma görün... Paşinyan, mən indiyə qədər demişəm ki, bütün rəhbərlər arasında, düzdür, indi onun əli Azərbaycanlıların qanına batsa da, yenə də deyirəm mən. Biz başqa aspektdən deyik. Amma rəhbərlər arasında ən pragmatik, ən ağıllısı, ən, belə deyək də... Gec də olsa bizlə bağlı reallıqları dərk elədir. Mən yorulmuram Azərbaycan rəhbərliyinə xoş söz, ünvanına xoş söz deməyə. Bunu Paşinyan deyir, mən demirəm bunu. Əlbəttə ki, bu xoş deyil. Putin üçün də xoş deyil, Sarkisyan üçün də xoş deyil. O günlər Moskvadan tula kimi sürünə gələn Kaçaryan üçün də xoş deyil. Bugün burada zingilləyir bizim məhkəmələrdə Ruben Vardanyan. Nə oldu Ruben? Sana Moskva söz vermişdi. O belə deyək də geniş meydan, nə bilim, hakimiyyət, nə oldu? Putin çıxart da. İndi bəziləri deyir ki, xahiş eləyir Azərbaycan, amma mən inanmıram ki, Azərbaycan onlara o güzəşti eləsin. Açıldığını istəyirəm. Bunlar biraz öyrəşiblər axı. Vəkilinə zaten imtina eləyibdi. Özünün xaricdən olan vəkilinə imtina elədi. Zaten onlar ümumiyyətlə həyatdan, insanlıqdan imtina eləyiblər. Arzu bəy, onlar insanlıqdan imtina eləyiblər. Kim ki, Rusun təlimatı ilə işləyir. Onlar, yenə deyirəm ki, onlar özləri üçün normal həyat seçmirlər. Əşşara gəldi Moskvaya. Bəşər Əsədə görə, Bəşər Əsədi hələlik bəsləyir yanında. Şərt qoyur. Yəni, Suriyaya şərt qoyur ki, qoşunlar qayıtsınlar Suriyaya. Əşşara ona gedəcək? Yox, Əşşara ona gedə bilməz. Çünki Əşşara ona getsə, Əşşaranı özünü, necə deyirlər, daşşara eləyərlər. Yəni, orada çevirib, daşqalaq eləyərlər də, başa düşürüz. Ona görə, indi arada zarafat ona görə demək istəyirəm ki, diqqətli olmalıdır. Suriya rəhbərliyi də diqqətli olmalıdır. Yəni, Türkiyə faktoru var, Türkiyə sənin arxanda dayanıbsa, o demək deyil ki, sən elə qucaq açmalısan. Düz deyildi, 2 gündən bir Xarici İşlər Naziri də tez-tez gedir Moskvaya. Moskvadan uzaq olmaq lazımdır. Moskva olan yerdə bataqlıqdır. Moskva olan yerdə qan qadadır. Moskva olan yerdə fəlakətdir. Çünki SSR-ni də onlar bu şəkildə, necə deyirlər, viran qoydular. İndi bu günləri Putin ay, nə bilim, onunla xoş münasibət göstərir. Baxın, dünənləri baxıram, görürəm, adamın ürəyi ağrıyır. Deməli, Kim Çın-ın, deməli, Kurskda həlak olan, gördünüz o videonu? Həlak olan əskərlərin şəkillərinə medal, deməli, yapışdırırdı, baş əyirdi. Adama deyən lazımdır ki, səni nə vaxtsa sorğu-suala çəkəcəklər ki, sən Şimali Koreya oğullarını nəyə göndərirdin Kursk'a? Nəyini uğrunda, hansı torpaqları uğrunda? Yox, Kim Çın Kim Il-sung'un balasıdır da ona görə, başa düşürsünüz. Kim Çın-ını göndərdi Kursk'a. Orada da dünə baxıram, görürəm, qucaqlayır onu, ağlayır. Zombiləşdirilib də, başa düşürsünüz. Sonu olacaq. Sözsüz. Qəddafi yadımıza gəlir. Qəddafi, nə bilim, neydi o? Səddam və digərləri. Ona görə də tarix heç nəyi bağışlamır, Arzu bəy. Heç nəyi bağışlamır. Bumerangdır həyat. Ağırlı olmaq lazımdır. Yəni, mən üzr istəyirəm sizdən, hörmətli tamaşaçılardan demək istəyirəm ki, Putin kimi ağılsız Rusiya tarixində ikinci bir adam olmayıb. Öz xalqını, öz dövlətini məhv edən ikinci bir adam olmayıb. Ukrayna xalqı ilə əbədi düşmən oldular. Əbədi düşmən.
Bunun üçün bir neçə əsr Slavyan lazım qardaşımız Bəli. dedi Lavrov. Özü deyir də, bir qardaşımızdır bizim. Qardaşın evini yıxır, sonra hücum eləyir, nə bilim, qardaşın indi qışda istəyir ki, soyuqdan donsunlar. Bunun anlayışında qardaş. Övladlarına da münasibətdə elədi. Xanımı, keçmiş xanımına da münasibətdə elə olub. Yaxın ətrafına da elə münasibətdə olub. Xəyanətkarın kvadratı, kubu yox ha. Bəlkə də hələ o rəqəm icad olunmur, yəni o səviyyədə olan adamdır. Ondan hələ heç kim xeyri görmüyor. Heç kim xeyri görmüyor. Özü boyda bir, belə deyək də, sir dünyasıdır. Başdan ayağa çirkab. Nemtsov, Politkovskaya. Sonra neydi o günlerde öldürdüler o şey, Navalny, Alexey Navalny. Sonra FSB'nin zabitleri. Hamısı Putin'in cinayetləridir. Putin, Kremlin divarları yanında qətlə yetirilmiş Nemtsov kimi bir ağıl, zəkalı adam, mən yenə də deyirəm, bugüne qədər hələ bu dişlərini ağardır. Navalny sənə neyinəmişdi? Navalny sənə deyirdi ki, adam oldu, Rusiya xalqını bədbəxt eləmə. Navalny göndərdilər, gecə ilə göndərdilər 14 saatlıq, nə bilim, bir məsafəyə, orada neçə saata vertolyot və ya təyyarə uçur. Orada öldürdülər, dedilər, halı pisləşib, Navalny həyatını yitirib. İndi Navalny'nin xanımı sənə Putinə, yəni onun komandasına əlifbanı tərsinə oxutdurur. O oxutduracaq. Ona görə demirəm, mən Navalny tərəfdarıyam. Sadəcə demək istəyirəm ki, bunun əli dizə qədər yox, çiyinə qədər qanun içindədir. Bəli. Azərbaycan oğullarının qətlə yetirilməsi, ermənilərin öldürülməsi, gürcülərin faciəsi, Moldavanların faciəsi, Qazaxların faciəsi, Pribaltikalıların faciəsi, nə qaldı? Nə qaldı? SSR-ni yaradır kişinin oğlu. Kişinin oğlu. Bəli, hələ o xilyadadılar. Xəstədir də. Normal təfəkkürə malik olan adam deyər, özünə sual verər. İnterneti işlətməsində bir ruskadı bir kağızı otur yaz da. Rusiya, Qazaxıstan, Özbekistan, tutaq ki, Gürcüstan. Geçən 4 ildir Ukraynanın 3 vilayətinə girib dala qabağa 3 kəndə azad eləyir, geri qayıdır. İndi bizim mətbuatda elə baxıram görürəm. Rusiya falan kəndi aldı. Ayda, əla. Almışdılar da, ala-ala gəlmişdilər, Daşburunda dayanmışdılar. Rusiya idi də, Ermənistan deyirdi ki, Erməni kim idi ki? Erməni üzr istəyirəm acından günorta duran idi. Bəli. 366-cı Rusiya alayı, onların vasitəsilə Yuri Zervigorov və bandası, Seyran Ahanyanlar, Nabokilar və digərləri. Ona görə mən yenə deyirəm, bəzən deyirlər ki, bu adamın Rusiyadan incil, mənim nə inciliyim var? Mənim tələbə yoldaşlarım, qohum əqrabanın yarısı Rusiyada yaşayır. Mən istəyərəm, mənim doğmalarımın başına raket düşsün, amma mən o raketi görürəm. O raketi Dağıstanı dünən vurdular. Bəli. Dağıstan ha kişi. Ukrayna hardadır, Dağıstan hardadır. 1700 kilometr məsafə. Təsəvvür edirsiniz. 4500 kilometr məsafəni yadınıza gəlir o Pautina əməliyyatı. Uzaq şərq. Onu da Azərbaycanın ayağına yazdılar Putinin xeyir duası ilə ki, Azərbaycan deməli insanları Ukraynanın xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirir. Ölüb başını aparmır ki, özündən xəbəri yoxdur, belə deyək də, evində nə baş verir xəbəri yoxdur. Onu da yazdılar Azərbaycanlılar güya Ukraynalılara kömək edir və yaxud da ki, çünki sizin ümumiyyətlə ləyaqətiniz yoxdur. Ər arvada deyir xəyanətkar, arvad ərə deyir xəyanətkar. Və o vəziyyətdir bugün Rusiyada. Rusiyanın dünyanın bir növrəli problemi bir adamın başındadır. Trump da onunla bacarmır. Trump da onun nazı ilə oynayır. Axırda da əsəbləşdi, mən ümumiyyətlə onunla görüşmək istəmirəm. Oca razılaşmışdı, telefon danışına razılaşmışdı. Hamı da deyirdi, Rusiya bilirsiniz, yağ kimi yayılmışdı. Peskov oradan, belə deyək də, mahnı oxuyurdu. Alyaskadakı görüşlə bağlı bu yaxınlarda o təfərrüat məlum oldu. Orada nəsə konflikt yaranıb, Trump tərk eləyir. Bilirəm. Deyirəm ki, bəzi məsələ, mən bayaq Brejnev məsələsi, Andropov, Çernenko, Qarbaçov məsələsi elə belə demədim. Bilirsiniz, zamanında çox şeyləri biz bilmirik. Bir müddət keçəndən sonra hər şey öz yerini tutur Arzu bəy. Ona görə də indi Alyaskada siz elə bilirsiniz ki, normal görüş olub, normal təması olmayıb. Orada çox gərgin müzakirələr olub. Eşeği necə başa salasan? Eşeği eşeğliyində qalır da.